Salam əziz dostlar. Gəlin birlikdə xoş xəbəri dinləyək. Şəkillərə baxdıqca dediklərimə diqqətlə qulaq asın. Birinci şəkil. Ən əvvəl heç nə yox idi. Boşluq idi. Ancaq Allah var idi. Və Allah işığı, göyü, yeri və dənizləri yaratdı. Gündüzü idarə etmək üçün günəşi, gecəni idarə etmək üçün ayı yaratdı. İkinci şəkil. Şəkildə gördüyün kitab müqəddəs kitabdır. Müqəddəs kitab Allahın kəlamıdır və bizə Allah haqqında deyir. Allahın insanları sevdiyini və insanların Allahdan ayrı düşməsindən danışır. Müqəddəs kitab bizə Allaha aparan yolu göstərir. Allahın kəlamı canlı və təsirli, hər cür iki ağızlı qılıncdan itidir. O canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırt edir. Danışacağım bütün hekayələr bu kitabdan götürülüb. Üçüncü şəkil. Allah hər şeyi öz sözü ilə yaratdı. Dağları, təpələri, dənizləri, çayları, bütün canlı məxluqları, balıqları, quşları, heyvanları. Allahın yaratdığı hər şey gözəl idi və Allahın xoşuna gəlirdi. Dördüncü şəkil. Yerə qulluq etmək üçün, onun qarşısına qalmaq üçün Allah ilk insanı, kişi və qadını yaratdı və onları Adəm və Həvva adlandırdı. Onlar Allahın dostları idilər və barda yaşayarkən Allahla ünsiyyətləri var idi. Allah yaratdığı hər şeyin üzərində onlara hakimiyyət verdi. Yalnız bir şey, xüsusi ağacın, xeyir və şəri dərk etmə ağacının meyvələrini yeməyi onlara qadağan etdi. Sol tərəfdə görürsünüz ki, onlar Allahın əmrini pozaraq qadağan olunmuş ağacın meyvələrindən yeyirlər. Bununla onlar günah edib Allahla olan ünsiyyəti pozdular. Sağ tərəfdə görürsünüz ki, Allah onları Eden bağından qovur. Bundan sonra insanların həyatına ağrı, xəstəlik və ölüm gəldi. Beşinci şəkil. Adəm və Həvvanın iki oğlu var idi. Kain və Habil. Kain Habilə paxıllıq edirdi və bir gün onu öldürdü. Allah Adəm və Həvvanı cəzalandırdığı kimi Kaini də cəzalandırdı. Biz hamımız Adəm və Həvvanın törəmələriyik və biz də günahkarıq. Günah insanı Allahdan ayırır və biz günahımıza görə cəzalanmalıyıq. Altıncı şəkil. İllər keçdikcə Adəm və Həvvanın uşaqları, nəvə nəticələri çoxaldı. Onlar da çoxlu günah edib Allaha itaətkarsızdılar. Onların günahı o dərəcədə böyük idi ki, Allah vaxtilə sevgi ilə yaratdığı dünyanı sellə məhv etməyə qərara gəldi. Amma yer üzündə Allahı sevən və pislik etməyən bir adam var idi. Onun adı Nuh idi. Allah Nuhu və onun ailəsini seldən xilas etməyə qərarına gəldi. Allah Nuha böyük və möhkəm bir gəmi tikməyi buyurdu. Gəmini tikdiyilər, Nuh insanlara Allah, onun ədalətliyi və yaxınlaşdığı cəzası haqda vəz edirdi. Amma insanlar Nuha inanmırdılar. Günahlarından dönüb seldən xilas olmaq istəmirdilər. Yeddinci şəkil. Allah Nuha deyəndə, o hər cür heyvandan və quşlardan cüt-cüt gəmiyə gətirib ailəsi ilə gəmiyə girdi və Allah gəminin qapısını bağladı.
Allah yer üzünə güclü bir leysan göndərdi və hətta yüksək dağlar da suyun altında qaldı və artıq heç kəs xilas ola bilmirdi. Nuh Allah'a inandığı üçün və itaətkar olduğu üçün xilas oldu. 8-ci şəkil. İllər keçdikcə Nuhun nəslindən çoxlu tayfalar əmələ gəldi. İbrahim Allah'ı sevən və ona itaətkar olan bir adam idi. Allah İbrahimə vəd etmişdi ki, o böyük və güclü bir xalqın atası olacaq. Amma İbrahimin və Sarranın övladları yox idi. Buna baxmayaraq, onlar Allahın vədinə inanırdılar. Şəkildə görürsünüz ki, İbrahimin və Sarranın qoca ikən oğlu oldu. Onun adını İshak qoydular. Allah vəd etmişdi ki, dünyanın hivaskarı olan İsa Məsih İbrahimin və İshakın nəslindən gələcək. 9-cu şəkil. İbrahimin törəmələrindən İsrail adlanan böyük və güclü bir xalq əmələ gəldi. Musa, İbrahimin nəslindən olan, Allah'ı sevən və təvazökar bir insan idi. Bir gün Allah Musanı dağın üstünə çağırdı və ona xalqını öyrətmək üçün qanunlarını verdi. Şəkildə görürsünüz ki, üzərində Allah'ın qanunları yazılmış olan daş lövhələrlə Musa dağdan enir. Allah'ın qanunu müqəddəsdir və Allah istəyir ki, hər kəs onu yerinə yetirsin. 10-cu şəkil. Budur, Allah'ın Musa'ya verdiyi qanunun bir hissəsi. İnsanlar bütlərə, heyvan surətlərinə və başqa şeylərə ibadət etməməlidirlər. Bir olan Allah'a ibadət etməlidirlər. Ailələr həftədə bir gün ayırıb bir yerdə Allah'a ibadət etməlidirlər. Uşaqlar valideynlərinə hörmət etməlidirlər. İnsanlar bir-birini öldürməməlidirlər. Ər-arvad bir-birinə qarşı zina etməməlidirlər. Başqasının malını, pulunu oğurlama. 11-ci şəkil. O günlərdə insan günah edərkən, Allah'ın qanununu pozarkən, Allah'a bir quzu qurban gətirməli idi. Günahın əvəzi ölümdür. Quzu günahkarın yerinə ölürdü. Qurban quzusu Allah'ın vahid oğlu olan İsa Məsih'in surətidir. İsa çarmıx üzərində ölərkən, bütün dünyanın günahına görə özünü qurban verdi. İsa Məsihə iman et, günahı etiraf et, tövbə elə ki, Allah səni bağışlasın. 12-ci şəkil. Gəlin indi İsa Məsihin necə doğulmasını qulaq asaq. İsa Məsih hələ doğulmamışdan qabaq Allah yer üzünə xilaskar göndərəcəyini vəd etmişdi. Sol tərəfdə görürsünüz ki, bir mələk Məryəm adlı bir qızın yanına gəldi. Məryəm bakirə idi və Yusif adlı bir kişi ilə nişanlı idi. Mələk ona dedi, müqəddəs ruh sənin üzərinə gələcək və Haqq Taala'nın qüdrəti üstünə kölgə salacaq. Buna görə də səndən doğulana müqəddəs Allah'ın oğlu deyiləcək. Onun adını İsa qoyacaqsan. Sağ tərəfdə görürsünüz ki, mələk rüyada Yusifə görünüb dedi, Davud oğlu Yusif, Məryəmi özünə arvadlığa qəbul etməkdən qorxma. Çünki onun bətnindəki müqəddəs ruhdandır. Bir oğul doğacaq və onun adını İsa qoyacaqsan. Çünki o, öz xalqını günahlardan xilas edəcək. Yusif yuxusundan oyandı, Rəbbin mələyi buyurduğu kimi etdi və Məryəm İsa'nı doğana qədər onunla münasibətdə olmadı. 13-cü şəkil.
Yusif ilə Məryəm Betlehem şəhərinə getməli idilər. Onlar gəlib çatanda məlum oldu ki, heç bir mehmanxanada yer yoxdur. Uşağın isə doğulma vaxtı çatmışdı. Yusiflə Məryəm üçün yalnız tövlədə yer tapıldı. Orada dünyanın xilaskarı olan İsa doğuldu. Həmin ölkədə çobanlar vardı. Onlar gecə çöldə öz sürülərinin keşiyini çəkərkən qəflətən Rəbbin bir mələyi onların qarşısında durdu. Mələk onlara Betlehemdə İsa'nın doğulmasını söylədi. Birdən mələk ilə bərabər Allaha həmd edən səmavi ordunun bir cəmaatı göründü. Çobanlar Betlehemə gedib xilaskarı görməyə qərara gəldilər. 14-cü şəkil. Soldakı şəkildə İsa'nın 12 yaşına çatdığı zamanı görürsünüz. O məbəddə oturub İsrailin müəllimləri ilə Allah haqqında söhbət edir, onlara suallar verirdi. Onu dinləyənlərin hamısı onun zəkasına və cavablarına təəccüblənirdilər. Sağ tərəfdə İsa'nın artıq böyümüş və insanlara təlim verdiyini görürsünüz. Bəzi insanlar onun təlimini qəbul edib ona iman edirdilər. Başqaları isə onun təlimini rədd edirdilər. Allah istəyir ki, biz İsa'nın təliminə iman edək. 15-ci şəkil. Bu şəkil İsa'nın etdiyi möhtəşəm möcüzələri göstərir. Sol tərəfdə İsa anadan kör doğulan insanın gözlərinə toxunur və o görməyə başlayır. Ortada İsa ölmüş bir qızı dirildir. Nəhayət İsa'nın suyun üzərində gəzdiyini görürsünüz. O qayıqda olan şagirdlərinə tərəf gedir. Rəbb İsa insanları sevdiyi üçün çoxlu möcüzələr göstərib. İsa bizə də kömək etməyə qadirdir. 16-cı şəkil. İsa çoxlu möcüzələr göstərib və çoxlu insan ona iman edirdi. İsa xəstələrə şəfa verirdi və Allahın yolunu öyrədirdi. Amma kahinlər və dindar insanlar onu sevmirdilər. Çünki İsa onların günahkar olduğunu deyirdi. Rəhbərlər İsa'ya paxıllıq edirdi. İsa'nın Allah oğlu olduğunu inanmırdılar. Onlar İsa'nı tutdular, onun haqqında şayələr yaydılar və onu döydürdülər. Tikandan düzəlmiş bir tacı onun başına qoyub ona tüpürürdülər və onu vururdular. Amma İsa onlara müqavimət göstərmədi, çünki dünyaya nə üçün gəldiyini bilirdi. İsa günahlı insanların cəzasını üzərinə götürmək üçün yer üzünə qurban kimi gəldi. 17-ci şəkil. Əskərlər İsa'nı çarmıxa çəkdilər. Onun ayaqlarını və əllərini mismarladılar. Belə ağır ölüm o zaman quldurlar və cinayətkarlar üçün nəzərdə tutulmuşdu. İsa 2 quldurla birlikdə çarmıxa çəkildi. İsa'nın başı üstündə belə bir yazı asdı var. Nəzarətli İsa, Yahudilərin padşahı. İsa bütün insanların günahına görə qurban oldu. Biz qazanmış cəzanı İsa öz üzərinə götürdü. Əgər biz günahlı olduğumuzu etiraf etsək və günahımızdan dönsək, Allah bizi bağışlayar. Rəbb İsa Məsihə iman et və xilas olacaqsan. 18-ci şəkil. İsa'nın düşmənləri elə bildilər ki, bununla onu məhv etdilər. Amma bu belə deyildi. İsa'nın dostları onun cəsədini çarmıxdan çıxarıb bir qaya içində olan qəbrə qoydular və qəbrin qapısına yeridaş yuvarladılar. 3 gündən sonra qadınlar qəbri görməyə getdilər.
Böyük daş yuvarlanmış, qəbrin içi isə boş idi. Onlar buna təəccüblənərkən, parlaq paltar geyinmiş iki mələk peyda oldu və onlar dedilər, o burada deyil, o dirilib. İsa günahsız olduğuna görə ölümdən dirildi. İsa bugün də yaşayır və o iblisin və ölümün üzərində qələbə çalıb. 19-cu şəkil. İsa ölülərdən diriləndən sonra onu şagirdlərin çoxusu görüb, onunla söhbət edib və hətta bir yerdə yemək yeyiblər. Şagirdlərindən biri Toma, əgər onun əllərində mıxvardan qalan yaraları görməsəm və mıxvarın yerinə barmaqlarımı qoymasam, böyrünə də əlimi salmasam inanmaram dedi. Şəkildə İsa'nın gəldiyini və Tomaya yaralarını göstərdiyini görürsünüz. Toma İsa'nın qarşısında yıxılıb, Rəbbim və Allahım dedi. İsa ona dedi, məni gördüyün üçün iman etdin. Görmədən iman edənlər bəxtiyardılar. 20-ci şəkil. İsa diriləndən sonra 40 gün ərzində şagirdlərə görünüb. İsa'nın göyə çəkilmə vaxtı çatmışdı. O yerdə işini tamamlamışdı. İsa şagirdlərinə xoş xəbəri yaymasını tapşırdı. İsa göyə qalxmağa başladı və tezliklə gözdən itdi. Şagirdlər İsa'nın göyə qalxdığı zaman yuxarıya baxarkən, qəflətən qarşılarında iki mələkə peyda oldu. Nə üçün göyə baxırsınız? Deyə mələklər onlardan soruşdular. İsa göyə çəkildi, amma o yenə göyə qalxdığı kimi qayıdacaq. O vaxt gələnə kimi İsa göydə olacaq. O, cənnətdə ona iman edənlər üçün yer hazırlayır. 21-ci şəkil. İsa Məsih çarmıx üzərində nə üçün öldü? İsa Məsih günahkarları günah cəzasından xilas etmək üçün öldü. İsa Məsih salih idi və bizi Allahdan ayıran günahı aradan götürmək üçün öldü. Çarmıx bizə İsa Məsihin günahsız bir qurban olduğunu göstərir. Biz İsa Məsihə iman edib tövbə edəndə Allah bizim günahlarımızı bağışlayır. İsa Məsih bizi Allahın övladları edir. Bundan sonraki şəkil İsa Məsihə iman edənin kim olduğunu başa düşməyə sizə kömək edəcək. 22-ci şəkil. İsa iki yol haqqında təlim vermişdi. Enli yol bu dünyanın yoludur, hansı ilə ki çox insanlar gedir və bu yolun axırı əbədi ölüm, cəhənnəmdir. İsa deyir ki, biz əbədi həyata, cənnətə aparan ensiz yolla getməliyik. Bu dünyada İsa'ya iman etsən, əbədi həyatın olacaq. Enli yoldan ensiz yola keçəcəksən. Əgər sən İsa'ya iman etmək istəyirsənsə, bu duanı et. Allah, mən günahlı olduğumu etiraf edirəm. Mən inanıram ki, İsa mənim günahlarıma görə çarmıx üzərində öldü. Məni bağışla, günahlarımdan təmizlə və öz ailənin üzvü elə. Mən həyatım boyunca İsa'ya xidmət etmək istəyirəm və bu dünyadan sonra səninlə bir cənnətdə olmaq istəyirəm. Amin. 23-cü şəkil. Bu şəkildə görürsünüz ki, İsa hər millətdən, hər xalqdan insanları qarşılayır. Onlar ona iman ediblər və indi Allahın övladlarıdırlar. Onlar cənnətə aparan dar yol ilə gedirlər. Allahın övladları Rəbb İsa'da birləşmiş bir ailədir. 24-cü şəkil. Bir gecə Naktimon adlanan bir dindar Yahudi rəisi Allah haqqında daha çox öyrənsin deyə İsa'nın yanına gəldi. İsa ona dedi ki,
insanın Allahın səltənətinə girməsi üçün yeni həyatı olmalıdır. Bu, yenidən doğmaya bənzəyir. Biz öz qüvvətimizlə özümüzü dəyişdirə bilmərik. Biz İsa'ya iman edib, həyatımızı ona verəndə Allahın müqəddəs ruhu bizə yeni həyat bəxş edir. Onda biz Allaha məxsus olan insanlar oluruq. 25-ci şəkil. Şəkildəkilər İsa'nın şagirdləridirlər. İsa onlara köməkçi, müqəddəs ruh göndərəcəyini vəd etmişdi. İsa göyə çəkiləndən 10 gün sonra şagirdlər bir yerə yığılmışdılar. Qəflətən göydən güclü bir səs gəldi və oturduqları evin hər tərəfini doldurdu. Atəşdən olan alov dilləri onlara görünüb hər birinin üzərinə qondu. İsa'nın vəd etdiyi kimi hamısı müqəddəs ruhla doğdu və ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq başqa dillərdə danışmağa başladılar və insanlara Allahın etdiyi möcüzələr haqda şahidlik etməyə başladılar. Hər imanlıda Allahın ruhu yaşayır və insanları sevməyə və onlara İsa haqda şahidlik etməyə qüvvə verir. 26-cı şəkil. İnsan İsa'ya iman etməmişdən qabaq qaranlıqda yeriyən bir nəfərə bənzəyir. O büdrəyir və çox vaxt günaha düşür. Çünki ona yol göstərən bir işıq yoxdur. Biz İsa Məsihə iman edəndə, işıqlı gündə düz yol üzərində yeriyən insana bənzəyirik. İsa deyir, mən dünyanın nuruyam, mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq. Allah bu həyatda yaşamağımıza yardım etmək üçün bizə öz müqəddəs ruhunu verir. 27-ci şəkil. İsa Məsihə iman edən yeni bir insandır. O Allaha bağışlandığına görə minnətdardır. İmanlı zina etməz, vuruşmaz, oğurlamaz, bütlərə ibadət etməz. Allahın müqəddəs ruhu pis əməllərdən əl çəkməyə və yaxşı əməllərə bağlanmağa, imanlılara qüvvət verir. 28-ci şəkil. Bu imanlı bir ailədir. Ər öz arvadını sevir, arvad isə öz ərinə ehtiram edir. Bu Allahın kəlamı dediyi kimidir. Onlar bir-birinə yardım edib, uşaqlarına Allahı sevməyi öyrədirlər. İmanlı ailə bir yerdə dua edib, Allaha ibadət etməlidir. 29-cu şəkil. İsa şagirdlərinə bütün insanları sevməyi öyrədib. Biz ehtiyacda olan insanlara yardım etməliyik. İsa bir şəhərə gedən insan haqqında hekayə söyləyib. Həmin insan quldurlar tərəfindən tutulub, döyülüb və yarımcan halda qoyulub. Başqa tayfadan bir insan onu görüb ona yazığı gəldi və ona təmənnasız yardım etdi. İsa bu cür hərəkət etməyi söyləyib. 30-cu şəkil. Şəkildə gördüyün insanlar vaxtilə Allahı tanımırdılar. Onlar çoxlu bütlərə əyilib, muncuqlara iman bağlayıb və çoxlu ölülərin qəbirlərinə gedib dua ediblər. İndi isə onlar bu şeylərdən azad olublar. Məsihə iman edən, iblisə məxsus olan bu cür şeylərdən azad olmalıdır. Allah iblisdən qüvvətlidir. İmanlı iblisdən qorxmamalıdır. Biz Allahdan bizə yardım etməyi istəməliyik. 31-ci şəkil. Bu şəkildə murdar ruhlara tutulmuş bir insan görürsünüz. İçində olan murdar ruhlar qüvvətli olduğundan onu nə kəndir, nə də ki zəncir saxlaya bilir. İsa murdar ruha ondan çıxmağa əmr edir və o insan azad olub, gedib qohumlarına İsa'nın nə etdiyini söyləyib. İsa iblisdən və murdar ruhlardan qüvvətlidir. Əgər siz murdar ruhlar tərəfindən
narahat olursunuzsa, Məsih imanlılardan xahiş edin ki, sizinle bir yerdə dua etsinlər. Dua edin ki, Rəbb İsa Məsih o murdar ruhları sizdən uzaq eləsin. Əgər biz İsa Məsihi sevib, ona itaat ediriksə, o bizdə yaşayır və iblis bizə heç nə edə bilmir. 32-ci şəkil. Bu şəkildə siz görürsünüz ki, iblis bir imanlını sınayır ki, o İsa'ya itaat etməsin. İblis istəyir ki, biz Allah'ı unudaq və var dövlət, içki, əxlaqsızlıq kimi şeylər haqqında düşünək. Bu cür şeyləri bizi xoşbəxt edəcəyimizlə bizi aldadır. İmanlı İsa'dan yardım istəsə, bu cür sınaqlara qalib gələcək. 33-cü şəkil. İsa bu hekayəni söylədi. Bir cavan oğlan ata evini qoyub uzaq ölkəyə yaşamağa getdi və çox pis işlərə bağlandı. O zina etdi, atasının verdiyi pullarını hərcləyib günah içində yaşayırdı. O ölkədə böyük bir acılıq başladı və o ehtiyac duymağa başladı. Etdiyi günahına görə çox peşman idi və gedib atasından bağışlanmasını istəyəcəyini qərarına gəldi. Atası onu sevdiyi üçün ona rəhmi gəldi və onu yenidən oğulluğa qəbul etdi. Bu hekayə bizə deyir ki, əgər biz günah etsək, günahımıza görə peşman olmalıyıq və günahdan əl çəkməliyik. Allah bizi sevdiyinə görə bizi bağışlayır. 34-cü şəkil. Şəkildə gördüyün kişi və qadın çox narahatdırlar. Çünki onların qohumu bərk xəstələnib. İmanlılar xəstə olanda nə edə bilərlər? Onlar Allaha dua edib, ondan kömək istəyə bilərlər. Allah xəstəni sağaltmağa qadirdir və ya lazım olan dərmanı tapmağa kömək edə bilər. Allah bizi sevir və İsa çətin vaxtlarımızda bizə təsəlli verir. 35-ci şəkil. Biz hamımız bilirik ki, bir vaxt öləcəyik. Müqəddəs kəlam deyir ki, imanlı öləndə onun ruhu Allahın yanına gedir. Və ölən imanlının qohumları, dostları təsəlli tapır. Biz ölümdən qorxmamalıyıq. Çünki İsa Məsih bizi günahdan xilas edib. İmansızların ölümdən sonra Allahla olacağına ümidi yoxdur. Onlar əbədi cəza yerinə gedirlər. Bəs siz öləndə hara gedəcəksiniz? 36-cı şəkil. Bədənin hər üzvünün məqsədi var. Göz görmək üçündür, qulaq eşitmək üçün, ağız danışmaq və yemək üçündür. Bədənin bütün üzvləri bir yerdə işləyir. Buna görə, əgər bir üzv əzab çəkirsə, digərləri də onunla bərabər əzab çəkərlər. Allah deyir ki, bütün Məsih imanlıları bir bədənin ayrı üzvləridirlər və Məsih həmin bədənin başıdır. Allahın hər imanlı üçün görüləcək işi var. Hər kəs Rəbb üçün çalışmalıdır və bədənin güclü olmasına yardım etməlidir. Məsihin bədəni əzab çəkməsin deyə bütün imanlılar bir-birini sevməlidirlər. 37-ci şəkil. Bütün imanlılar Allaha ibadət etmək üçün bir yerdə görüşməlidirlər. Biz müqəddəs kəlamdan Allaha necə ibadət etməyi öyrənməliyik. Allah həmçinin bizə İsa'nın ölümünü hatırlamağımızı əmr etmişdi. Bu şəkildə imanlıların Rəbbin süfrəsinə toplandığını görürsünüz. Onlar bir yerdə çörək yeyib kasadan içirlər. Çörək bizim uğrumuzda Məsihin qırılan bədəninin surətidir. Üzüm bəhrəsi isə İsa'nın bizi günahdan xilas etmək üçün
qanının surətidir. 38-ci şəkil. İsa vəd etmişdi ki, bir gün qayıdacaq. O, onun adına iman edənləri götürmək üçün gələcək. Məsihə aid olan ölülər diriləcək, onların qəbirləri boş olacaq və yaşamaqda olan imanlılarla bir yerdə Rəbbi havada qarşılayacaqlar və əbədi olaraq Allah olacaqlar. İsa'ya iman etməyənlər isə yerdə qalıb Allahın cəzasına məruz olacaqlar. Biz İsa'nın nə vaxt qayıdacağını bilmirik, amma onun qayıdışına hazır olmalıyıq. Və siz necə? Əgər İsa Məsih bugün gəlsə, onu qarşılamağa hazırsınızmı? 39-cu şəkil. Şəkildə gördüyünüz meyvə ağacı meyvə verdiyi kimi, imanlı da ruhun meyvəsini verir. İsa deyir, mən meynəyəm, siz də budaqlarsınız. Siz məndə qalsanız və mən də sizdə çox məhsul verərsiniz. Allahın müqəddəs ruhu daxilimizdə yaşayır və bizdə məhəbbət, sevinç, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik kimi xüsusiyyətləri yaşadır. Budaq meynədə qalmasa məhsul verə bilmir və bu cür budaqlar kəsilir, çölə atılır. Onlar quruyurlar və onları oda atıb yandırırlar. Bizim çox məhsul verməyimizlə Allah göydəki on atamız izzətlənir. 40-cı şəkil. İsa imanlılara əmr edib ki, bu xoş xəbəri başqa insanlara desinlər ki, onlar da iman edib günah və cəhənnəmdən xilas olsunlar. Bu şəkildə görürsünüz ki, bir imanlı Məsih haqqında şahidlik edir. Allahın müqəddəs ruhu ona yardım edir. Bu kitabdan öyrəndiklərinizi siz də başqa adamlara deyə bilərsiniz.